Bugün Zulfa rayon Çırna kəndində qəhrəman şəhidimiz Göydağlı Ramazan Əbülfətoğlu'nun 5-ci il dönüm mərasimi qeyd olunur. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah cəmi şəhid ailələrimizə bol səbir versin inşallah. Bismillahirrahmanirrahim. Şəhid Ramazan Əbülfətoğlu'nun və cəmi şəhidlərimizin ruhları şad bi haqqı Muhammedül vel əmzad, ruhlarına el-Fatihə məs-salavat. Allah qəbul eləsin, Allah şəhidlərimizin məqamlarını uca eləsin inşallah. ...2020 yıl 27 sentyabr Azerbaycan'ın üzerini bir qara bulud alarkən Azerbaycan'ın igid, mərd, şücaətli oğulları öz sinələrini düşmənə gülləsinə sipər edərək Qarabağ Azerbaycan'dır dedilər. Mən sizin hər birinizin qarşısında baş əyirəm. Biz şəhid ata-analarının da hər zaman istəyi odur ki, o bayraqlar hər zaman yüksəklərdə dalğalansın. Çünki biz o bayraq üçün, o torpaq üçün hərəmiz bir oğul qurban Bütün vermişik. şəhidlərimizin ruhu şad, məqamı uca olsun. Bəli, biz övladlarımızı vətən üçün qurban verdik. Hər kəs övladı üçün qurban kəsir. Amma biz övladlarımızı vətən üçün, torpaq üçün, Azərbaycan üçün, dövlətimiz üçün qurban verdik. Bugün Ramazan balamızın nuruna yığışmışıq. 5-ci ildir ki, Ramazan balamız aramızda yoxdur. Ramazan və onun timsalında qəhrəman şəhidlərimiz öz canlarından geçdi ki, biz müstəqil, suveren Azərbaycanda rahat yaşayıq. Cəzası olmayan, günüzü olmayan bütün əməyin sərf eləyir bir uşaq üçün, sonunda da düzdür, vətənimiz üçün şəhid düşdülər. Hamımızın borcumuzdur ki, vətən üçün nəsə eləyək. Ramazan timsalında bütün Naxçıvan Muxtar Respublikasında əlavə olaraq Azərbaycanın hər bir bölgəsinə, balaca bir kənddə böyüyüb boya başa çatan bir qəhrəman gələcəkdə öz qanı ilə həqiqətən də zəfər tarixini, daha doğrusu zəfəri qələbəni Azərbaycan Ramazan Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhadət Öz etmişdir. sağlamlığını qurban verib Qarabağ Azərbaycan'dır deyən. 44 gün ərzində bütün dünyaya Azərbaycanın gücünü göstərən qazilərimiz buradadır. Mən istəyərdim ki, Qazilər İctimai Birliyinin sədri çox hörmətli Təbriz müəllim burada olmaqla qazilərimizi bura dəvət edək. Malikəmiz Bizim bu qəhrəman qazilərimiz, bu qəhrəman müharibə iştirakçılarımız biz bir-birimizə məlumat verəndə ki, bizim qrupdan bir şəhid, bir yaralı oldu. Vallahi o bizim üçün asan deyil. Biz bilmirdik ağlayaq, bilmirdik döyüşək, bilmirdik həmin o şəhidi axtaraq tapaq, bilmirdik o yaralı qazini axtaraq tapaq. Biz bütün müharibə iştirakçıları heç bir vaxt 1-ci Qarabağ unutmamışıq. Nəyə görə unutmamışıq? Çünki 1-ci Qarabağ müharibə iştirakçıları biz onların gəncləri idik. Gəlirdi məktəbə, müharibədən danışırdı, döyüşdən danışırdı. Bizi hazırlayırdılar. Ramazan kimi oğulları hazırlayırdılar. Artıq biz böyüdük, getdik
O deyir ya, birinci Qarabağ müharibəsində məğlub ol. Xeyr, məğlub olmaz. Saatimdə problem var deyəni çox danışa bilmirəm. Allah rəhmət eləsin. Hər kəsə səbir versin. Necə ki 44 günlük vətən müharibəsində bir olduq, torpaqlarımızı düşməndən azad etdik. Eləcə də davam etməlidir bu bildiyimiz ki, şəhidlərimizi yaşadıq, gələcək nəsillər bilsinlər ki, necə oğullar olur. Mən döyüşdən bir kəlmə deyə bilərəm ki, bir zabit kimi döyüşmək, döyüş yoldaşının yanında çarəsizlik deməkdir. Mən yaralanıb geri qayıdım xəstəxanaya. Füzuli rayonunun Böyük Bəhmənli kəndində mən gecə sanitar qadın gəldim. Mən orada düşəndə sanitar qadın ayağım yerə dəymədi. Orada mənim babam yaşında, atam yaşında dayılar var idi. Mənim ayağım yerə dəymədi. Mən istədim havada gedirəm. Məni qucaqlarında daşıdılar xəstəxanaya. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ramazan qardaşının timsalında bütün Azərbaycan şəhidlərimizin ruhu şad olsun. Öndə tutub qeyrətini, ucaldaraq millətini, şəhadətin şərbətini içənlərə salam olsun. Gətirib düşmənə sonu, darmadağın edib onu, tarixinə zəfər edin, biçənlərə salam olsun. Qopub xəyal arzusundan, sevgisindən, anasından, cənnətə öz yuvasından köçənlərə salam olsun. Qartal adlı bir yurdun yarasına öz qanımla Məryəm qoydum ana, ata, bağışla məni. Sil göz yaşlarınızı bacı, mənim ruhum vətənə sadalandı. Özüm isə vətən oldum, silin göz yaşlarınızı. Qardaşım Ramazan, sən ki tarix yazmısan. Tarixi mən yox, biz hamımız yazmışıq tarixi. Bu əmanət bayrağı qanımızla, canımızla qoruduq. Bir can nədir ki, 1000 canım olsa bu vətənə qurban olsun. Mən bu vətən üçün neyləmişəm ki? Sən, qardaşım Ramazan, gedərkən bu yolun gedişi var, dönüşü yoxdur. Ana, haqqını halal et dedin, düşmənin bağrına dağ çəkdin. Məğrur, cəngavər, durşunla ölümə meydan oxudun. Hər daşını vətən edib, onun uğrunda canından keçən, qanıyla tarix yazıb, özü bu tarixə sığmayan bir ananın oğlu, doğulub minanaya oğlu, Təzə bəyi hələ ata olmayan, hətta belə nişanəsi qalmayan bütün şəhidlərin bacısıyam mən. 5-6 bacısı olanlarında, körpəsi qumdağda qalanlarında, can üstə xəyala dalanlarında bütün şəhidlərin bacısıyam mən. Gəlin bu tədbirlərin bir növün mənasını dəyişək. Elə sözlər deyək, analar şükür eləsin şəhidlərinə, bizsə istəyək ki, balalarımız şəhid olsun. İstəmirik, yalan danışırıq. Yalan danışırıq. Analar verib balaların, biz elə çıxışlar eləməliyik ki, niyə Türk dünyası istəyir balaları şəhid olsun? Çünki təbliğatlar... Əbi Həqqə surətil mübarəkə mən oxuyuram. Rayonumuzun rəhbərliyi adından və burada dayananların adından, güc strukturlarının adından, şəhid anaların, ataların adından oxuyaq Ramazan qardaşımızın və digər şəhidlərimizin ruhları şad. Əl-Fatihə məəs-səlam. Çox sağ olun. Hər birinizə öz təşəkkürümüzü bildiririk. İndi isə sözü əziz şəhid atası Ülfət əmi sizə veririk. Buyurun. Onların haqqında danışanda mən istəmirəm ki, nəsə ağlayaq, bir şey. Onlar qəhrəmandır. Mən bilirəm, ağlamaq bala dərdindəndir. Onda onlar qəhrəmandırlar. Bu qəhrəmanlar yaşayıb, yaşayacaqlar zaman. Bir kəlmə bir söz deyib ki, mən heç var Ramazan deməmişəm, hamı bilir. Mən Ramazanı 4 gün xəbər tuta bilmədik. Axırıncı gün komisyon bilir gəldi, komiser xəbərin verdi. Bir gecə dözə bilmədi. İndi atalar var ki, 2 ay oğlunu gözlədi. 3 ay analar var, 3 ay oğlunu gözlədilər. Həsrətlə. Mən bilirəm onların dərdini. Mən Səməd qardaşımın dərdini bilirəm. Bir gecəyə dözənməyən insan indi gör Səməd qardaşım 5 ildir bu dərdi çəkir, dözür. Ona görə səbirli olun. Hər zaman mən deyəndə ki, Allah şəhid itkin balalarımızın valideynlərini sevindirsin. Ona görə ki, səbirli olun ki, heç olmasa gəlib, burada bir ziyarətgah yeriniz var, hər yanda ziyarət yeriniz. Səməd qardaşımın, Yasəmən bacımın, Xurşud bacımın gedəcək yoxdur. O
3000'den yukarı şəhid var, 2 şəhidimiz var. Onların anaları neyləsin, ataları neyləsin. Gözü yolda getdilər. Rəna bacım, mən hər zaman demişəm, yenə sənin fikrinə qoşuluram ki, bəli, bizim bir arzumuz var. Bunların mən hər zaman, hər tədbirdə deyirəm. Yeganə arzum odur ki, bunların adları əbədilərdir. Hər birinizə öz dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun.